Dear football friends, welcome to this new concept. For the first time in AFA Refereeing, we will give you a weekly video feedback of the match important situations and match important decisions of our match officials during this weekend in the Premier League. We will do this from today till the end of the season. It's a new concept for more transparency, to bring you more transparency, but also to bring you a better understanding for the decisions of the referees and the VAR. Also, a better understanding for the laws of the game. Hereby, we follow always the UEFA guidelines. I hope that this concept with video feedback will bring also respect for the difficult task and decisions that our referees and VAR needs to take in the domestic competition. Today, you will receive feedback, video feedback and explanation from some match important decisions from match day 8 of the Premier League. Top oyunda olarkən Kəpəzin 29 nömrəli oyunçusu ilə Şamaxının 19 nömrəli futbolçusu mübarizə aparır. Meydanın Kəpəzə aid hissəsində topsuz mübarizə zamanı Şamaxının futbolçusunun müdaxiləsindən sonra Kəpəzin oyunçusu yerə yıxılır. Baş hakim oyunu dayandırır. Köməkçisi ilə qısa məsləhətləşmədən sonra hər iki oyunçuya nizam-intizamı pozduqlarına görə sarı vərəqə göstərir. VAR epizodu təhlil edərək baş hakimin monitoru izləməyə dəvət edir. Təkrar baxış zamanı aydın görünür ki, Şamaxının 19 nömrəli oyunçusu topsuz epizodda rəqibin ayağına qəsdən təpiyi vurur. Baş hakim görüntülərə əsaslanaraq ilkin qərarını dəyişir. Şamaxının futbolçusunu təcavüzkar davranışa yol verdiyi üçün birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırır. Kəpəzin hücumu zamanı cərimə meydançasına ötürmə edilir və top Kəpəzin 9 nömrəli futbolçusuna yönəlir. Bu anda Şamaxının 17 nömrəli oyunçusu rəqibin sağ qolundan tutaraq onun topla oynamasına fiziki müdaxilə ilə mane olur. Baş hakim epizodu yaxın məsafədən müşahidə edərək fit salır və 11 metrlik cərimə zərbəsi təyin edir. VAR epizodu təkrar baxışa alır və baş hakimin qərarını təsdiqləyir. Bu, qaydalara tam uyğun olaraq baş hakim tərəfindən verilmiş düzgün qərardır. Qarabağın cərimə meydançasında yerə dəyərək sıçrayan top əvvəlcə Qarabağın 20 nömrəli futbolçusunun bədəninin yan tərəfinə, daha sonra isə qoluna dəyir. Baş hakim epizodu davam etdirməyə qərar verir və oyunu saxlamır. VAR görüntüləri incələyir, baş hakimi epizoda yenidən baxılması üçün monitora baxmağa dəvət edir. Çünki görüntülərdə topun bədəndən aralı, açıq vəziyyətdə olan qola dəydiyi görünür. Eyni zamanda qolun topa doğru hərəkəti də müşahidə olunur. Epizodu yenidən izlədikdən sonra baş hakim əli ilə oyuna görə 11 metrlik cərimə zərbəsi təyin edir. Bu, qaydalara uyğun olaraq düzgün verilmiş qərardır. Uzaq məsafədən ötürmə zamanı İmişlinin 14 nömrəli futbolçusu topa oynamağa cəhd edir. O, sürüşərək yıxılır və yerə düşərkən havadakı sağ qolu ilə topa toxunur. Bu zaman qol bədəndən aralı vəziyyətdə olur. Baş hakim epizodda qayda pozuntusu əl ilə oynama qeydə alır və cərimə zərbəsi təyin edir. Bu vəziyyətdə perspektivli hücumun qarşısını almaq səbəbilə sarı vərəqə göstərilməsi gözlənilən qərardır. Çünki Qəbələnin futbolçusu topa nəzarət etmirdi. Bu tip epizodlarda VAR müdaxiləsi gözlənilmir. Əgər Qəbələnin futbolçusu topa tam nəzarət etsəydi və real qol şansı olsaydı, bu zaman aşkar qol vurmaq imkanından məhrum edilməsinə görə birbaşa qırmızı vərəqə gözlənilən qərar olardı. Sumqayıtın hücumu zamanı bu komandanın 11 nömrəli futbolçusu cərimə meydançasına daxil olur və Kərvan Yevlaxın 18 nömrəli üzvü ilə mübarizədən sonra yerə yıxılır. Baş hakim dərhal simulyasiya səbəbilə Sumqayıtın oyunçusuna sarı vərəqə göstərir. VAR görüntüləri incələyir və epizoda yenidən baxılması üçün baş hakimi monitora dəvət edir. Epizodu yenidən izlədikdən sonra baş hakim ilkin qərarını qüvvədə saxlayır və penalti təyin etmir.
Çünki Sumqayıtın oyunçusunun dizinə ola biləcək təmas çox yüngül xarakter daşıyır və Karvan Yevlaxın futbolçusu təmasdan yayınmağa çalışır. Bu səbəbdən baş hakimin meydanda verdiyi qərarın VAR tərəfindən təsdiqlənməsi gözlənilən idi və penaltinin verilməməsi düzgün qərardır. Top Karvan Yevlaxın cərimə meydançasında Sumqayıtın 11 nömrəli futbolçusuna ötürülür. O, cərimə meydançasına hərəkət edərkən Karvan Yevlaxın 6 nömrəli oyunçusunun müdaxiləsinə məruz qalır. Karvan Yevlaxın üzvü açıq şəkildə Sumqayıtın oyunçusunun ayağına toxunur və bu aşkar qayda pozuntusudur. Baş hakim epizodu yaxın məsafədən və yaxşı mövqedən müşahidə edərək dərhal penalti qərarı verir. VAR görüntüləri incələyir və hakimin qərarını təsdiqləyir. Bu, qaydalara tam uyğun verilmiş düzgün qərardır. Sumqayıtın yerinə yetirdiyi üçün zərbəsindən sonra Karvan Yevlaxın cərimə meydançasında hava mübarizəsi zamanı Karvan Yevlaxın 20 nömrəli futbolçusu ilə Sumqayıtın 7 nömrəli oyunçusu arasında duel yaşanır. Baş hakim Karvan Yevlaxın lehinə cərimə zərbəsi təyin edir. VAR görüntüləri incələyir və Karvan Yevlaxın oyunçusunun qolunun topa dəydiyini müəyyən edir. Müdafiəçinin qolu bədənə açıq vəziyyətdə olur və o, qolunu topa doğru hərəkət etdirir. Baş hakim görüntülərlə tanış olduqdan sonra ilkin qərarını dəyişir və əl ilə oyuna görə penalti təyin edir. Həm baş hakimin yekun qərarı, həm də VAR-ın müdaxiləsi qaydalara uyğun və doğrudur. Neftçinin hücumu zamanı top cərimə meydançasından kənara çıxır və 6 nömrəli futbolçu qapıya zərbə endirir. Top daha sonra Neftçinin 8 nömrəli oyunçusu tərəfindən başla qapıya yönəldilərək qol vurulur. Köməkçi hakim bu epizodda oyundan kənar vəziyyət qeydə alaraq bayrağı qaldırır və baş hakim qolu qeydə almır. VAR epizodu təhlil edir və ofsayd xətti çəkir. VAR görüntülərindən aydın olur ki, qolu vuran Neftçinin futbolçusu oyundan kənar vəziyyətdə deyil. VAR bu barədə baş hakimi məlumatlandırır və baş hakim qolu qeydə alır. VAR mərkəzində baş vermiş texniki nasazlıq və sistem problemi səbəbindən qarşılaşma zamanı televiziya yayımında ofsayd xəttini göstərmək mümkün olmayıb. Bununla əlaqədar olaraq ictimaiyyətdən üzr istəyirik. Lakin şəffaflıq naminə indi təqdim olunan görüntüdə Neftçinin futbolçusunun qol vurduğu an oyundan kənar vəziyyətdə olmadığı açıq şəkildə görünür. Beləliklə, qolu qeydə almaq qərarı qaydalara uyğun və tamamilə doğrudur.